y bölünsün yx ədədi çıx x bərabərdir 2 olarsa, x plus y cəminin ən böyük qiymətini tapın, yəni ƏBG-sini tapın. İndi bura baxın. Bunu açağın üstündə xət var, ədəddir. 10x plus y deyilmi? Çıx y deyilmi? 10y plus x minus x deyilmi? Bərabərdir neçəyə? 2-yə. Y-lər getdi, x-lar getdi. 10-lar getdi. X bölünsün y bərabərdir nə qaldı? 2 qaldı. 2-nin məxrəci yoxdur, 1 yazıram. Bunu buna vuraq. X-i 1-ə vuraq. X. 2-ni y-ə vuraq. 2y. Ay müəllim, x bərabərdir 2y qaldıq. Burada ədəd yoxdur axı. Rəqəm yoxdur axı. Deməli, x bir rəqəmlidir. Y də bir rəqəmlidir. Baxın, y də bir rəqəmlidir, x də bir dənədir. Yəni, bir rəqəmlidir. Ona görə ədəd yoxdursa, biz özümüzdən rəqəmlər verək. 1-dən 9-a kimi rəqəmlər verək. X bərabərdir. Y bərabərdir 1 qoyaq. 1 qoyanda 2 vurulsun 1. 2 ilə y-in arasında heç nə yoxsa nə var? Vurma var. Neçə oldu? 2 oldu mu? Y bərabərdir 2 qoyaq. X-in nə olur onda? 4 olur mu? Y bərabərdir 3 qoyaq. X-in nə olur? 2 vuraq 3-ün neçə olur? Y-in yerinə 3 qoyuram. 6 oldu mu? Y bərabərdir 4 qoyaq. X-in nə olur? 6 vuraq 4-ü, 2 vuraq 4-ü, 8 olur. Y-ə 5 qoyanda x 10 olur. X də bir rəqəmlidir axı. Ona görə bu ödəmir şərtimi. İndi mənə deyir ki, x ilə y-i topla, ən böyük qiymətini tap. Burada x-im 2-dir. Bax, bu idi. Y-lərim də budur. 2 ilə 1-i toplayaq. X plus y bərabərdir 3-ə. X plus y bərabərdir 6-ya. X plus y bərabərdir 9-a. X plus y bərabərdir 12-yə. Ən böyük qiymət ƏBG-si neçə oldu? 12 oldu, olmadı mı? Deməli, bunun ən böyük qiyməti neçədir? 12-dir. Vəssalam. Başa düşdünüz bunu da? Qoy kaydı dayandırım.